İzləyicilərimizin nəzərinə çatdırım ki, təkrar sualları səsləndirmirik. Artıq yod barəsində biz davamlı danışdıq, Rəşid müəllim, ona görə səsləndirmirəm. Çox vacib suallarınız varsa davamlı olaraq yazın, mən onları görməyə çalışacağam. Sürətlə axır ekrandan görməməyimi kusura baxmayın. Kökəlmək üçün nə etmək lazımdır izləyicimizdən? Dünya problem odur ki, necə arıqlayım, siz nə danışırsınız? Kökəlməklə bu sözü vapşı zaddan götürün, xahiş edirəm. Yəqin ki, çox zəifdir ki, kökəlmək. Yox, sən sizi ad verirəm Allah. Sağlam adamlar arıq olmazlar. Kökəlmək nədir? Siz nə danışırsınız? Əgər arıqdırsa, sağlamdırsa, heç bir yerə ağrımırsa, o ən böyük sağlam adamdır. O dünyanın ən xoşbaxt adamıdır. Aydındır. Panik atağın müalicəsi varmı? Nə? Panik atak. Onlar müvəqqəti şeylərdir. Onu aradan qaldırmaq mümkündür, amma uzun müddət gərək müalicə qəbul etsin. Beldə iflicin qrijanın yaranma səbəbləri nədən artıq? Belə bir sual var idi. Dedim axı mən onu. Hamısı revmatizm. Kəmərvari Dəmirov xəstəliyi barədə xanım, valla mən dəri həkimi deyiləm. Kəmərvari Dəmirov gəlib gedən xəstəlik. Əllərinə keçmiş kəmərvari də sual verirlər Rəşid müəllim. Yox, o gəlib keçən xəstəlikdir. Gəlir də, aktiv dövrdə var, biliyorsun, yox oldu. Bir də gəlir. Saç tökülməsinin qarşısını necə almaq olar? Dedim axı, saç birinci əyağınızdakı göbələyi rədd edin. Allahın mikasöptündən dərmanları var, ondan çəkin, əlinizə də çəkin və xahiş edirəm, corablarınızı da təmiz saxlayın. Başınıza vurun, başınızı da yuyun tez-tez. Qurt xəstəliyi haqqında, qurtlar uşaqlardan, böyüklərdə də olur əslində bildiyim qədər. Tamamilə təmizləmək mümkündürmü? Gələ başlayın, sabah zəng edin. Qurt xəstəliyi, xanım, qurt xəstəliyinin çoxdur qurtlar. Məsəl üçün, elə qurtlar var, askaridozdur, onun da nə qədər növlər var. Elə qurt var ki, biz quyruq qurtdur, o anusun ətrafında, onu heç dərmansız müalicə eləmələr. Anası, əgər biz quyruq qurtsa, qaşınır o, öz-özünü zaracat edir, bir sutkadan artıq yaşamır o qurtlar. O gecələr çıxır anusun ətrafına, ifraz edir o zadı yumurtaları. Yumurta qaşınma verir, uşaq qaşıyır və ağzını alır və yenidən öz-özünü neylədi, xəstələndirdi. Yəni, 3 dənə tursik tiksin, əyağını da büzməli eləsin. O tursiki səhər tezdən bayra gedəndə bütün onun yanını ilıq su ilə, çay sodasından yusun, təmizləsin və o zadı tursiki qəşəngcə qaynatsın, ütüləsin və gənə geyindirsin, dəyişdirə. Tam təmizlik və giciyyə. 15 gün belirləndən sonra təmizləyər, rayət edəndən sonra və onun pastelini də qaynadıb və neynəmələr, ütüləmək lazım. Ondan sonra o qurt xəstəliyi ondan kəsiləcək, biz quyruq qurt. Askaridozun müalicəsi var, axşamacan reklam verirlər bu heç. Başqaları da var ki, başqa qurtlar var. Böyrəkdən duzun təmizlənməsi haqqında danışardınız. Necə eləmək olar ki? Böyrəkdən duzu təmizləməyin yolları var, xanım. Mən sizə deyim ki, mən havayı demirdim ki, çay sodası, mən havayı demirdim ki, sarımsaq, mən havayı demədim ki, bir də limon. Bunlar çox önəmlidir. Böyrəkdən duzu təmizləməyin ən yolunu mən sizə deyim, bir çarə kimi. Uzun müddətli 1 litr yarımlıq zad götürürsünüz, termosa qaynanmışdır, axşam qaynayan kimi tökürsən, onun üzərinə 2 qaşıq qarıqdalı saçağı, onun üzərinə 25 ədəd it burnu, onun üzərinə bir dəstə petruşka, nədir petruşkanın adı? Cəfəri, onun üzərinə bir dəstə daş yarpızı töküb, ağzını bağlayırsan, səhərə qədər dəmlənir. Səhər tezdən açırsan onun ağzını, stakana tökürsən, yarım limon ona sıxırsan və onu içirsən, bir. Gün ortada içirsən, axşamda bütün 1 litr yarım. Bir ay bunu belirləsən, bütün öd yollarını, bağırsaqlarını və o cümlədən də sənin nəyini, sidik yollarının hamısının duzlardan təmizləyə bilərsən.